Salamlar hər kəsə. Bu gün sizə maraqlı bir mövzu haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, zamanın bizim təsəvvürümüzdə necə formalaşması haqqındadır. Biz təsəvvür edirik ki, zaman keçmiş, indiki, gələcək zamandan ibarətdir. Amma ki, əgər biz bir düşünsək, məsələn, mən indiki zamanda bir fikirlər səsləndirəmsə, bu zamanda baş verir. Və mən eyni zamanda həm keçmişə doğru gedə bilərəm, həm də gələcəyə doğru gedə bilərəm. Yəni insanın əslində zaman daxilində, indiki zaman daxilində həm keçmişə getməyə bacarır, həm də gələcəyə getməyə bacarır. Yəni əslində belə baxsaq, bütün hadisələr bizim beynimizdə baş verir. Yəni məsələn mən indi bir hadisə, bir hərəkət edirəmsə, bu artıq bir neçə saniyə sonra mənim keçmiş yaddaşım olaraq indiki zamanda yenə düşünürəmsə, onu indiki zamana gətirmiş oluram, yəni başa sala bilirəmsə. Yəni əslində bizim atdığımız bütün addımlar bizim keçmişdə və gələcəyə doğru hamısı indiki zamanda bizim beynimizdə baş verir. Ona görə də məsələn baxın, bura məsələn keçmişdirsə, keçmiş bura indiki zaman və gələcək zaman. Keçmiş zamandan, məsələn mən indiki zamanda nə düşünürəmsə, keçmiş zamandan bunu bura gətirirəm. Məsələn mən düşünürəm ki, keçmiş zamanda bir hadisə baş verib, məsələn bir konflikt yaranıbsa, bir yaxşı bir şey də ola bilər. Mən onu indiki zamana gətirirəm və duyğu əsasında bunu yaşamağa başlayıram. Gələcəyə doğru da bu belədir. Mən nəsə öz həyatımla bağlı nəsə düşünürəmsə, gələcəyə doğru ya yaxşı ya pis bir şey ola bilər. Mən o duyğunu indiki zamana gətirirəm və avtomatik olaraq indiki zamanda o duyğunu yaşamağa başlayıram. Ona görə də məsələn manifestasiyanın da əsasında bu deyilir ki, siz nəyisə istəyəndə əsas onu duyğu əsasında istəyin. Çünki duyğu bizim indiki zamanda bədənimizi yaşayacaq, gələcəkdə olan bir şeyə hazırlamaq prosesidir. Yəni əsas olan bizim o duyğu cəhətdən onu hiss eləməyimizdir. Ona görə də məsələn biz keçmişə doğru gedəndə, nəsə düşünəndə, hansı insan haqqında düşünəndə ya da bir problem varsa onu düşünəndə o duyğunu avtomatik olaraq bədənimizdə yaşamağa başlayır və keçmişdən gətirdiyimiz duyğu indiki zamanda bədənimizdə o duyğunu böyütməyə başlayır və bu da bizim gələcəyimizi formalaşdırmağa başlayır. Yəni əslində biz yenə də həm keçmişdən, həm də gələcəkdən indiki zamana bunu gətirmiş oluruq. Amma məsələn mən gələcəkdə öz həyatımı yaxşı cəhətdən düşünürəmsə, bu artıq mənim duyğu cəhətdən daha yaxşı duyğular bədənimdə formalaşdırmağa başlayır. Ona görə də mənim avtomatik olaraq həm davranışlarım, həm düşüncəm, həm mimikam, həm hər şeyim dəyişməyə başlayır. Yəni bu indiki zamanda gələcəyə doğru mənim atdığım addımlarda özünü əks etdirir. Yəni məsələn mən gələcəyə doğru həyatımı pis düşünürəmsə, bunun əsasında mənim bədən duyğularım, emosiyalarım, davranışlarım bunun əsasında qurulur. Amma əgər mən yaxşı düşünürəmsə gələcək haqqında, düşünməkdən savayı duyğu, hiss cəhətdən fikir versinizsə, insanlar deyirlər ki, məsələn, mən bunun olacağını bilirdim. Yəni o duyğu cəhətdən onu hiss eləmişdi. Onu məsələn biz ruh cəhətdən onu hiss edə bilərik. Yaxın gələcəkdə olan bir şeylər bəzən biz hiss edirik və deyirik ki, mən bunu hiss etmişdim qabaqcadan. Yəni zaman da belə bir şeydir ki, indiki zamanda mən həm keçmişə doğru, həm gələcəyə doğru indiki zamanda duyğunu bədəndə formalaşdırmağa başlayıram. Məsələn, siz bir insanla bağlı bir konfliktiniz varsa, keçmiş yaddaşlarınıza əsasən o duyğunu bədənizə gətirirsiniz və gələcəyə doğru da o insanla yenə eyni, necə deyim, eyni tempdə, Azərbaycan necə deyilir, irəliləməyə başlayır. Yəni bu indiki zamandan gələcəyə doğru bu duyğunu formalaşdırır. Amma əgər siz tam tərsini etmək istəyirsinizsə, o duyğu, keçmişdə yaşanan duyğu, biliyi indiki zamanda dəyişib, gələcəyə doğru yeni ssenari formalaşdırmış olursunuz. Yəni əslində başqa insanla bağlı problemlər də belə həll olur. Əgər siz başqa insana qarşı əsəbisinizsə, gərginsinizsə, bu duyğunun daha da böyüməsinə gətirib çıxarır. Çünki siz indiki zamanda keçmiş biliklərə əsasən onu böyüdürsünüz və gələcəyə doğru aparırsınız. Amma siz onu dəyişdirsəz, yəni indiki zamanda o duyğunu dəyişdirib yaxşı duyğuya çevirsəniz, artıq gələcəyə doğru o duyğu dəyişmiş olur və sizin buna baxaraq addımlarınız, davranışlarınız dəyişir. Belə. Ona görə bizim əslində əsas vacib olan duyğudur. Biz nəyisə istəyəndə belə bizə vacib olan o duyğudur. Çünki biz nəyisə istəyəndə belə
o şey həyatımıza gələndən sonra ondan maksimum 5 dəqiqə sevinirik. Niyə? Çünki bizə əsas olan o anda yaşadığımız duyğulardır. Əldə etdiyimiz şeylər sadəcə bizdə onu təsdiqləyir ki, mən həqiqətən bunu istədim və bunu əldə etdim. Amma bizə əsas olan isə o duyğunu yaşamaqdır. Çünki biz onu bitirəndən sonra təzədən yenə daha üst duyğuları istəyirik və daha da yəni yuxarı təbəqədən sanki arzular qoymağa başlayırıq, məqsədlər qoymağa başlayırıq və beləliklə də həyatda getdikcə məqsədlərimizi böyüdürük və irəliləməyə başlayırıq. Yəni bizim üçün əsas olan o duyğulardır və biz nə qədər o istədiyimiz reallığın duyğularında çox olsaq indiki zamanda, çünki hər şey indiki zamanda baş verir. Həm keçmişə qayıdırıq, həm də gələcəyə doğru gedib qayıdırıq. Ona görə də indiki zamanda duyğularımızı nə qədər gələcəyə doğru yaxşı qursaq, indiki zamanda görərsiniz ki, zamanla artıq o istədiyiniz, yəni o yaşadığınız duyğular əsasında əslində reallıq formalaşmağa başlayır. Belə. Ona görə də bizim üçün əsas olan indiki zamanda o duyğuları böyütməkdir. Hansı duyğunu daxilimizdə böyüdürüksə, gələcəyə doğru da formalaşır. Bəzən biz düşünürük ki, mənim özümdə də olur. Deyirik ki, məsələn, zaman keçər düzələr, amma zaman keçir, yenə zaman keçəndən sonra yenə indiki anda oluruq da. Yəni ekstra bir şey baş vermir. Yəni gələcək hardasa birdən gələn bir şey deyil. O zamanla indiki hamısı indiki zamanın davamlı gəlməyindən formalaşan yeni reallıqdır. Ona görə də biz indiki zamanda hansı duyğunu böyüdürüksə, o da avtomatik olaraq gələcəyin indiki zamanında başa sala bildimsə, o duyğunu da yenə yaşayırıq. Yəni bizim üçün əsas vacib olan duyğularda, daim o duyğularda qalmağı bacarmaqdır. Belə. Sağ olun, özünüzə yaxşı baxın.